5-dir. Bu bilirsiniz nədir? Bu əsas kilsədir, hansı ki Maltanın simvolu kimi sayılır. Yəni atkritkalarda zada bu kilsəni qoyurlar. Buralar da oradan Bakıya qıraq rayonlarına oxşayır. Salam hər kəsə. Artıq gördüyünüz kimi və Instagramda əgər mənə baxırsınız bilirsiniz ki Maltadayım. Bu günlərim tam birinci gün sayılır. Çünki dünənlərim gəldik və heç ara çıxa bilmədik. Bugün axırda sonunda çıxmışıq və indi gedirik gəmi ilə biraz tur eləyək. Baxaq ətrafda nələr var. Əslində 3 adadan ibarətdir Malta adaları və biz ən böyündəyik Malta sayılanda. Və indi hal-hazırda Valletta kəndliyində ya qəsəbəsində balaca müxtəlif qəsəbələri var və doğrudan çox görməli yerlər var. Yəni ki, çoxlu tarixi yerlər var. Ona görə sizə məsləhət görərdim ki, gəlib mütləq buraları görərsiniz. Hələ gəzməmişəm, amma çox xoşuma gəlir doğrudan. Və gedək indi biraz gəzək gəmi ilə. Sonra da gedəcək Vallettanın o içəri şəhər kimi yerləri var, yəni tarixi yerləri, oraları gəzəcəyik. Gördüyünüz əhatə göstərmək istəyirəm. Necə Osmanlılarla Maltalılar arasında müharibə gedirdi. Demək ki, bu tərəfdə Osmanlıların armiyası idi, dalaşanlar, əskərləri və o birisi tərəfdə də Maltanın əskərləri idi. Bu 16-cı əsrin ən böyük müharibələrindən, gəmi müharibələrindən biri olubdur burada. And to prevent a repetition of this ever happening again, this port was built in 60. Bura Valletta qəsəbəsidir və bura məncə ora girişidir, qapıları da ora.
beləliklə biz gəlib çıxdıq Vallettaya. Yəni ki, buranı tikiblər əsasən 16-cı əsrdə Osmanlılara qarşı ki, onlardan qorumaq üçün, çünki müharibə olmuşdu və burada çoxlu, yəni ki, əskərlər var idi o zamanlar və böyük bir qaladır. Yəni ki, ərazisi çox böyükdür. Amma indi bu daha çox shopping malldır, yəni adamlar çox gəlir və daha çox deyərdim ki, içəri şəhərə oxşuyur küçələri. Ona görə gəlin bir-bir gedək, mənimlə gəzək, baxaq. Yəni sizə maraqlı bir şey deyim, balaca. Orada görürsünüz, orada logo var, kişi və necə belə durur, gentleman. Əslində bu kafe New Yorker qəzetinin o embleması New Yorker qəzetinə aiddir. Bu bir copyrightdir məncə. Gördüyünüz bu qala hospital əskərlərinin qalasıdır. Hospital elədir ki, Azərbaycan ilə tərcümə etsək, yəni ki, xəstəxana əskərlərinin. Əslində, yəni ki, bunlar ən birinci xəstəxanaları tikirlər və bura ancaq çox elit və varlı əskərlər, yəni ki, qəbul olunurdu. İndiyənə kimi də elə bir klub kimi qalıbdır və yəni ki, qandan qana keçir, həldə milyarderlər və burada olan qalaların bir çoxunda bunlar tikirlər. Qəpiklərini görürsünüz, yəni 1 evranın arxasında bu bunların bayraqlarının, yəni üstündə olan xaçdır və baxa bilirsiniz ki, həmin bu dediyim əskərlərin, suverenit əskərlərinin bayraqlarının üstündə də xaç var. Orada indi yaxşı görsənmir, amma ki, bu odur. Baxın, elə bu bayaq dediyim əskərlərində görürsünüz xaç 4 dənədir, yəni hər yeri eynidir və var başqa bir. Bu isə başqa əskərləri olubdur. Bunlardakı xaç biraz daha uzundur. Buradakı görürsünüz, bu xaç daha uzundur burası. Bu yəni normal əskərlər idi. Bu isə hospital elit əskərlər. Seçim yaman çoxdur. Bilmirsən nəyi seçirsən? Hospital əskərləri əslində getmişdilər Siriyaya, Egiptə, Yerusəlimə müharibələrə və orada uduzduqdan sonra, amma buna baxmayaraq varlı qayıtdılar çox Avropaya və o pulları işlətdilər ki, Avropanın böyük banklarını açsınlar. Və indi bilirik ki, tip işarəsində xaç işlənilir apteklərdə falan və bu xaç da məhz bu hospital əskərlərindən gəlib. İndi fikirləşin ki, bunlar hamısı 1000 ildən çox olubdur, amma indiyənə kimi də biz o elementləri, simvolları işlədirik. Burada məncə fikirləşirəm, normalda əskərlər durur, amma ki, bura artıq İngiltərənin koloniyası olmadığına görə əskərlər də yoxdur. Hamı tanıyır ki, İngiltərədə, Londonda var Buckingham Sarayı. Bu da tanış olun, burada Malta'nın Buckingham Sarayıdır.
6-dır və hava gördüyünüz kimi artıq qarallaşıbdır. Bu video xoşunuza gəldisə aşağıda kommentlərinizi yazmağı unutmayın. Paylaşa bilərsiniz videomu. Bir onu deyə bilərəm ki, sabahlarım çox maraqlı bir vlog çəkəcəm sizin üçün. Belə, hələlik.